Mən Məmmədov Nihat. Bugün sizə Pythonla hazırladığım bank ATM sistemini təqdim edəcəm. Bu sistem ATM sistemini yerinə yetirir. Burada istifadəçi bank hesabının şəxsi məlumatlarını daxil edərək hesabını yoxlaya, hesabına pul əlavə edə və ya hesabından pul xaric edə bilər. Kodlaşdırmada Pythondan istifadə etmişəm. Gəlin bunu bir nümunə üzərində yoxlayaq. Burada şəxsi məlumatlarımızı daxil edirik. Burada isə PIN kodunu daxil edirik. Əgər PIN kodumuz doğru olsa, əsas menyu açılacaq. Məsələn, balansımızı yoxlamaq istəyirik. Sistem bizə balansımızın nə qədər olduğunu göstərir. Balansımıza pul əlavə etmək istəyirik. Əlavə edəcəyimiz məbləği seçirik və artıq bizim yeni balansımız görünür. Üçüncü olaraq isə pul çıxarma funksiyasını işə salmaq istəyirik. Çıxarmaq istədiyimiz məbləği daxil edirik və sistem yenə bizə yeni balansımızı göstərir və sonda isə sistemdən çıxırıq. Bu layihə mənə Pythonda giriş sistemləri, funksiyalar və istifadəçi interaksiyası haqqında daha çox öyrənməyimə kömək etdi. Dinlədiyiniz üçün təşəkkür edirəm.